Belə bir hədis var. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur. İmam buyurur: "Mən qara'a və səmai zətil buruc." Namazda oxuyarsa, bir, fəinnəhə surətul ənbiya, Peyğəmbərlərin sevdiyi bir surədir. Kânə məhşəruhu və mövqifuhu mə'ən nəbiyyin və mürsəlin və salihin. Qiyamət günü adam Allahın əmri ilə ki, hamı diriləcək, hamı məhşərə gələcək, Peyğəmbərlər, mürsəl Peyğəmbərlər, salih insanlar harada dayanacaqsa, Allah ona əcri necə verəcək? Kullu mən ictəməə fi cümləti. Cümə namazında iştirak edən insanların sayı qədər. Yəni yer kürəsində cümə günü nə qədər insan cümədə iştirak edir, onların hər birinin sayı miqdarında şəxsə savab verilir. Və kullu mən ictəməə yevm ərəfə və Ərəfat günü də kim nə qədər insan yığışırsa, onların sayı qədər və daha artıq savab veriləcək. Yenə Peyğəmbərimizə nisbət verilir, bu surənin təsirlərindən də biri olur ki, əzəmətli əcr veriləcək və uminə minəl məxavifi və şədaid. Qorxu yaradan, şiddət yaradan işlərdən bu surə insanı neyləyəcək? Qoruyacaq Allahın izni ilə. Yəni, belə deyək də, diqqət edin, bəzilərinə ola bilsin, çatmasın həmən bu məsələ ki, məsələn, zəlzələdir, filandır, odur, budur, bu surə necə qoruyacaq onu? Bax, Quranda belə bir ayə var. Nə ayə nazil edir isə, şəfadır. Məsələn, qul huvallahu əhəd, şəfa üçün istifadə oluna bilər. Vəl əsrinnəl insanə ləfi xusur, şəfa üçün istifadə oluna bilər. Yəni, Quranda nə ayə nazil olubsa, hamısını şəfa qəsdi ilə neyə bilərsən? Bəs Allah onu hidayət eləmək üçün nazilənmişdir. Nə oldu? Deyirik ki, o hidayət, o ayələrin təsirlərindən biridir. Yəni, bir neçə ayənin təsiri var, təsirlərindən də biri nədir? Şəfadır, təsirlərindən də biri rəhmətdir, təsirlərindən də biri, məsələn, zalimə xəsarət qismət eləməkdir. Məsələn, zülümkar insan Qurandan nə təsir görəcək? Xəsarət. Ayədir. Zülümkar Qurandan xəzər, yəni Quran ayələrinin təsiri var. Bir neçə təsiri var, bir neçə funksiyası var. Nə deyirsən de, həriyə bir cür onu inəyəcək, öz təsirini buraxacaq. İndi Buruc surəsi də şiddət qorxu yaradan işlərdə şəxs öncədən istifadə eləsə, həmən o işlərin şiddətindən və qorxusundan nədir? Əmin-amanlıqda qala bilər. Peyğəmbər və əhl-i beytinə salavat.